Xərçəng demək olar ki, bütün dünyanın cəngini alıb. Bəs daha çox hansı ölkələrdə xərçəngdən daha çox qurbanlar verilə bilər? Bununla bağlı soruşmaq istəyirik. Birinci növbədə Azərbaycanda. Səbəb yəni nələrdir? Çünki bizdə burjua diktaturasıdır və bizdə xalqın qətiyyən heç bir iradəsi yoxdur öz müqəddəratını həll eləmək üçün. Bizdə heç bir variant yoxdur yaşamaq. Azərbaycan tam sürətlə məhvə doğru gedir. Yeganə şans yaxın 1-2 ilə xalq hakimiyyətini bərqərar eləməkdir. Eləməyəcəksə də bu hamı qırılıb gedəcəkdir. Ümumiyyətlə bəs Səhiyyə Nazirliyi xərçənglə mübarizədə hansı işləri görür? Ümumiyyətlə iş görürmü? Görür. O bütün vəçn eləyir ki, cəmaət qırılıb ölsün. Səbəb niyə? İmperialistlərin tulasıdır çünki. Onlara tapşırıq veriblər ki, cəmaəti qırın, onlar da qırıldı. Eyni zamanda bizdə sizin kimi həkimlər də var. Bəs onlar Yoxdur. Məni kimi? Mən təkəm. Məndən başqa valioloq yoxdur Azərbaycanda. Məndən başqa naturopatik onkoloq yoxdur Azərbaycanda. Amma xərçəng xəstəliyi ilə belə deyək də mübarizə aparan və yaxud da onlar aparmırlar. Bütün rəsmi onkoloqlar protokollara riayət edirlər. Onlar Səhiyyə Nazirinin tapşırığını yerinə yetirirlər. Səhiyyə Naziri də beynəlxalq qurumlarsa, imperialistlərin. Mən axı dedim. Bir də sual vermək üçün, bu cəmaatı qırırlar da, bunların qazancı nədir burada? İnsanların sayını azaltmaq. Hitler cəmaatı pulla qırırdı, Osvencimdə, peçdə yandırırdı. O da rəsmi idi. Yox, o pul qazanmırdı onlardan. Onun siyasəti oydu. Əksinə pul sərf eləyirdi ki, işıq, su, qaz, hamısını tikməyə, orada nadзирательlər, axranlara pul verirdi, nə varırdı, nə inirdi. Niyə? Cəmaatı qırmaq üçün. Milyonlarla adamı orada yandırdı. Cəmaatın sayını azaldırdı. İndi də həmən onların davamçıları Amerikada, Avropada, Rusiyada, Türkiyədə, Azərbaycanda oturub həmən işi davam edir. Nə çətin şeydir ki, bunu başa düşmək. 41-45-də Sovet hökuməti, Komünist partiyası, Sovet xalqı o faşistlərin belini sındırdılar. Amma indi onlar təzədən 91-ci ildə əks inqilab elib təzədən imperializmi bərpa edirlər bütün planetdə. Və 2030-cu illər kimi böyük bir qırğın salıb cəmaatı qıracaqlar. Azərbaycan birinci sıradadır. Çünki bizdə qətiyyən öz müqəddəratımızı həll eləyə biləcək. Azərbaycanda vətəndaş heç nədir. Bir səsi də yoxdur, nəysə cıqqırığını çıxartsın. Türkmənistan kimi, Azərbaycan kimi ölkələr yaşamağa variantı yoxdur, məhv olacaqlar. Ümumiyyətlə, həkim, bir sual da verim. Əgər xərçənglə mübarizə mərkəzi yaransa Azərbaycanda, tutaq ki, belə bir mərkəz yarandı, təxminən nə qədər müddətə bu xəstəliyi ram etmək mümkün olacaq? Əgər rəhbəri mən olacaqsa da 3 aya. 3 aya. Hansı yollardan? Çoxdur yollar. Bütün o yollar biz hamısını bilirik. Bütün bugün texnologiyalar imkan verir ki, Azərbaycanda bir neçə həftənin içində, bir neçə ayın içində çox gözəl bir cənnət ölkə yaratmaq olar. Amma bunun üçün siyasi iradə lazımdır, xalqın siyasi iradəsi. Və hamının soruşduğu bir sual verəcəm. Niyə Azərbaycanda xərçəng dərmanları çox bahadır Avropaya nisbətən, digər ölkələrə nisbətən? Çünki bizdə inhisardır. Yəni kimlərin əlində? Konkret bir nəfərin əlindədir. Kimdir o? Cəmil Əliyev. Kasıb ölməlidirmi yəni xərçəng? Bəli. İmperialistləri də demək, burjua diktaturasıdır, kasıb ölməlidir. Bəs sizin bir həkim olaraq önləyici tədbir kimi hansı qidalara üstünlük verməlidir insanlar və hansı qidalardan xərçəng xəstəliyinə ən azından bir qədər məsafəni uzaqlaşdırmaq olar? Ən vacib nədən uzaq durmaq lazımdır? Siqaret, araq, narkotikdən uzaq durmaq. Mal əti, quzu əti, sənaye şəkərindən uzaq durmaq. Marketlərdə heç bir qida məhsulları almamaq. Məişət vasitələri, filanları, təmizləyicilər alın, o problem deyil. Qida məhsulları qətiyyən marketlərdən almayın. Ələxüsus imperialistlərə və kapitalistlərə məxsus olan marketlərdən. Nə yemək lazımdır? Qalan bütün təbii şeylər. Ən çox hələ ki geni dəyişdirilməmiş kərəzlər, müəyyən meyvələr. Azərbaycanda çoxdur seçim. Ona görə burada hamısını geni modifikatlaşdırmırlar. Amma buğdadır, kartofu da artıq bizə gen modifikatlaşmış gətirdirlər. Ona görə çalışın özünüz yetişdirdiyiniz, bəlli olan toxumlardan istifadə elədiyiniz. Əsas gücü verin kəndlilərə. Kəndlilərdən alın nə alırsınızsa. Bazarlardan, məhəllə marketlərdən, yolda satılan avtobuslardan, nə bilim, hər şeydən. Amma yalançılar olmasın, yəni fırıldaqçılar olmasın.
tanıdığınız adamlardan alın. Hər bir məhəllədə bir tanış dayı-dayınız var, ya gələn gedənlər var ki, onlarla əlaqəniz var ki, illərcə gəlib gedən adamdır. Məsəl üçün südü, qatığı, yumurtası filanı belə şeyləri var. Hər bir məhəllədə elə bir tanış adam var ki, xüsusi kəsim aparır. Mal əti, heyvan əti, deyək ki, quzu əti filanları onlara, yaxud da ki, toyuq gətirir, öz həyatında saxlanmış, bəslənmiş toyuqlar. Bax, belələrə üstünlük verin. Kəndçiləri, zəhmətkeşləri dəstəkləyin. Və bir statistikada var, son vaxtlar kəndlərdə belə xərçəng xəstəliyinin yayılması ilə bağlı və insanlar deyir ki, əgər təbii qidadan istifadə varsa, xərçəng xəstəliyi nədən yaranır, niyə yaranır? Məsələ ondadır ki, xərçəng qidadan yaranmır ki. Kompleks bütün problemlərdən yaranır. Kəndlinin nədir? İndi xoşbəxt yaşayışı var. Stres içindədir hamısı. İşsizlik var. İşsizlik, stres, imkansızlıq, kasıbçılıq. Elə ondan elə qırılır da. Nə qədər stres olar? Bir gün, 2 gün, bir həftə, 1 il, 5 il, 10 il, 30 il. Hakimiyyəti zəbt edibdir bir qrup insanlar. Nə dəyişiklik yoxdur, nə xalq hakimiyyəti yoxdur, nə xalq iradəsi yoxdur. Nətər olmalıdır? Parazitlər harınır get-gedə və bütün bu Azərbaycan tam məhv olacaqdır. Çünki parazit ölkədə yaşamaq mümkün deyil. Söhbətimizin sonunu nişbinliklə bitirmək istəyirəm. Ümumiyyətlə, nişbinlik xərçəngin müalicəsində nə qədər müsbət rol oynayır? Çox önəmlidir. Ona görə də fərdi şəkildə əgər Tai Chi, Qigong, Pranayama ilə, Osho meditasiyaları ilə, Joe Dispenza meditasiyaları ilə məşğul olacaqsınızsa, rahat özünüzü qoruya biləcəksiniz. Amma bunun üçün xüsusi bilik, bacarıq lazımdır ki, vaxt ayırasınız. Biz kainata, bəşəriyyəti və Azərbaycan xalqına xüsusi hədiyyə eləmişik. Bizim kanalda, Dr. İbrahim Əsədli kanalında Osho'nun Həyat, Sevgi, Gülüş audio kitabı var. Qulaq asın, ayıq-sayıq, diqqətli olun, xoşbəxt olun, xərçəngə tutulmayın. İbrahim həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik. Çox sağ olun, minnətdarım.